70-ci illərin ən məşhur filmlərindən biri olan Köhnə tüfəng filmi haqqında məlumat. Film 2-ci Dünya müharibəsi dövründə Almanların işğalı altında olan Montaban şəhərindən bəhs edilir. Filmdə Julien hərbi cərrahdır və yaralıları müalicə edir. Julien ailəsinin təhlükəsizliyi üçün dostu Fransuadan həyat yoldaşı və qızını şəxsi qəsrinin yerləşdiyi kəndə aparmasını xahiş edir. Bir həftə sonra Julien, həftə sonu olduğuna görə, onları görmək məqsədi ilə kəndə yola düşür. Lakin Almanlar kəndi tutmuşdu. O, kilsədə bütün kəndliləri öldürülmüş vəziyyətdə tapır. Qəsrdə isə güllələnmiş qızını və alovsaçanla yandırılmış həyat yoldaşını görən zaman sarsıntı keçirir və həyatı dəyişir. Julien, ailəsinin intiqamını almaq üçün Alman əskərlərini öldürməyə qərar alır. O, uşaq olarkən atası ilə ov etdiyi köhnə tüfəngi götürür və onlarla müharibəyə başlayır. Film Sovet dövründə 48 milyon baxış sayı qazanır. Film 1977-ci ildə Minelay Kino Festivalında birinci yeri tutur.